Salam, hər vaxt xeyir olsun. Bugün biz 2022-ci ilin birinci qrup blok imtahanlarının birinci cəhd imtahan suallarını müzakirə edəcəyik. 22-ci ildə birinci qrupa müraciət edənlərin sayı hədsiz çox olduğu üçün həmin ildə 2 dəfə birinci qrup imtahanı keçirilmişdir. İlk sualda kompleks ədədim modulunun tapılmasıdır. Kompleks ədədim modulu onun xəyali və həqiqi hissələrinin kvadratlar cəminin hesabı köküdür. İkinci sualda bizdən tələbi budur ki, deməli, dördbucaqlının xaricini çevrə çəkilib. Dördbucaqlı xarici çevrə çəkiləndə qarşı bucaqlar cəmi bərabər olmalıdır. Burada 80 dərəcədirsə, deməli B bucağı 100 dərəcədir. A bucağı 130-dursa, C bucağı 50 dərəcədir. BAD, baxın, BAD qövsü 50-nin qarşısındadır, 100 dərəcədir. ADC isə 100-ün qarşısındadır, 200 dərəcədir. Nisbətləri 2-də 1 olacaq. Üçüncü sualda 25 5-in kvadratıdır deyək 2 böl 3-dür. 3-də 2, o da 2-də 9-a vuranda 5-in kubu eləyir, cavab 125-dir. Dördüncü sualda integral 1-dən 2-yə kök x üstü 0,5 yazsaq, burada qalacaq 4x kub dx. Nəyin törəməsi 4x kubdur? X üstü 4-ün. 1-dən 2-yə 2 üstü 4 çıx, 1 üstü 4, cavab 15 edəcək. Tənliklər sistemindən ayrı x və y tapmaq lazımdır. Bunun üçün mən aşağıki mənfi 3-ə vuracağım. Birinci tənliyi yazıram. İkincini isə əksi mənfi 3-ə vurur. Buradan mənfi 7x, mənfi 7-dir deyə x-i 1 tapıram. X-ə 1 yazdıqda y-də 1 tapılacaq. Kvadratlar cəmi 2-dir. Həndəs silsilədə B3 vur B7 hansını tapmamızı istəyir. Şagirdlər, baxın mən B1 vur, B4-ü B1 2 kub, B10-u B1 2 üstü 9 yazsın. B1 2 üstü 12'dir deyə burada bunun kubu olacaq 8. Bu alınır B5'in kubu 8, deməli B5 2'dir. İndi B3 vur B7'də B1 vur 2 kvadrat vur, B1 vur 2 üstü 6 yazanda bu olur B1 vur 2 üstü 4'ün kvadratı. Yəni B5'in kvadratı cavab 4'dür. Biz bunun şagirdlər, mən özüm belə uzun yazdım. Siz həndəs silsilədə nömrələr cəminin yarısı k-ya bərabərdirsə, həndəs silsilədə bk kvadrat bm vur bm-ə bərabərdir. Və yaxud da həndəsi ortasıdır. Həndəsi ortasıdır deyə bilərsiniz. Yəni B3 vur B7 B5-in kvadratıdır. 1, 4, 10. 15 eləyir. 5-in kubu olacaq. B5-in kubu 8. Birbaşa düstur da yaza bilərsiniz. 7-ci sualda yan tilləri cüt-cüt perpendikulyar olan piramida verib. Yan tilləri cüt-cüt perpendikulyar olan piramidanın, baxın, yan tillərin 12-dir, hər biri 90 dərəcə. Deməli, bunun oturacaqlarının tərəfləri də 12 kök 2-lərdir. Çünki düzbucaqların hipotenuzudur. Məndən həcmi istəyir uşaqlar. Biz düzbucaqlı piramida çəksək, yəni oturacağı düzbucaqlı, üçbucaq olan piramida çəksək. Katetlər AB, hipotenuz hündürlüyü C olsun. Burada piramidanın həcmi 3-də 1 S oturacaq vur H-dır. Bu bizə verir 3-də 1 vur A vur B bölü 2 vur C. Yəni ABC bölü 6-dır. Ona görə də biz burada elə tilləri cüt-cüt perpendikulyar olan piramidada həcm düsturun 6-da 1 vur 12 vur 12 vur 12 yaza bilərik. 144 vur 2 288 alınır. Bu sualın məsələn çətinləşdirsələr əgər, tutaq ki bu piramidanın hündürlüyünü tap desələr. Onda sual olacaq maraqlı bir sual. Biz həcm düsturunu 6-da 1 ABC ilə tapdıq. Burada 3-də 1 S oturacaq burada. 12 kök 2 kvadrat vur kök 3 böl 4'dür. Bunu vururuq hündürlüyə. Bərabər eləyirik həmin 6-da 1 ABC 288-ə. Buradan x-i tapa bilirik.
20-ci sualda qrafikə müəyyən nöqtədə çəkilen toxunanlar apsis oxuna paralel olarsa, toxunma nöqtələrin apsislərin cəmini tapın. Şagirdlər, biz bilirik ki, toxunan düz xətlər kx üstəgəl b-dirsə, k törəməsinin toxunma nöqtəsində qiymətidir. Funksiyanın törəməsinin həndəsi mənasıdır bu. Törəmənin nöqtədəki qiyməti, baxın, hər hansı bir funksiya veribsə, bu nöqtədə törəməsi, baxın, bu paraleldir, k0 eləyir, apsisə paraleldir. Həmin o törəmənin k-ya bərabər olması demək. Yəni, mən burada funksiyanın törəməsini alacağım. 15x kvadrat çıx 60x bərabər 0. 15x'i ortaq çıxartdım, x çıx 4, 0. x1, 0, x2, 4. Köklər cəmi 4. 9-cu sualda ardıcıl 100 natural ədəddən ən kiçiyinə n yazsaq, sonraki n üstəgəl 1, n üstəgəl 2, n üstəgəl 99 olacaq. Buradan ən kiçiyi n, ən böyüyü n üstəgəl 99. 559 eləsək, 2n-ə 460 düşəcək, n 230 olacaq. Ən kiçiyi b-dir. 10-cu sualda limitin hesablanmasından danışılır. Şagirdlər, 1-dən n-ə qədər ədədlərin cəmi, ardıcıl ədədlərin cəmi, 1 üstəgəl n bölü 2 vur n. Yəni 0,5 n kvadrat üstəgəl 0,5 n-ə bərabər. Onda həmin limit bərabər olacaq. 15 n kvadrat üstəgəl 15 n böl n kvadrat üstəgəl 2 n üstəgəl 5. N sonsuzluğa yaxınlaşdıqda kəsirin limiti oradakı qüvvəti ən böyük olanların əmsallar nisbətinə bərabərdir. Cavab 0,5. 11-ci sualda iki təpə nöqtəsi funksiyaların kəsişmə nöqtəsində, digər iki təpə nöqtəsi funksiyaların təpə nöqtələrində yerləşən dördbucaqlının sahəsini tapmalıyıq. Biz birinci, baxın, simvolik olaraq mən modul x-in qrafikini çəksəm, bu apsis oxunun yuxarısındadır. Birinci, ikinci rübün tən bölənidir. Y bərabər mənfi modul x-in qrafiki isə həm müsbət x-in əksinə yönəlir. Yəni, apsisə nəzərən simmetrik çevrilir. İndi burada bu qrafiki 8 vahid artırır. 8 çıx modul x-dir deyə. Verilmiş funksiyanın qrafiki mənfi modul x-i 8 vahid yuxarı çəkməklə tapılacaq. Burada apsisi və ordinatı kəsdiyi nöqtələr mənfi 8, 8, ordinatı isə 8-də kəsir. Digər funksiya isə modulda x çıx 6 isə, baxın, burada bu verilmiş funksiyanı 6 vahid aşağı çəkəcəyik. Bu tənbölənlər olduğu üçün şagirdlər 45-45 olduğundan bura 90-90 düşür. Bu da 90-90 olacaq. Verilmiş fiqur düzbucaqlıdır. İndi bunların kəsişmə nöqtəsini qeyd eləyək. A, bura B yazaq, C yazaq, D yazaq. Diqqət eləyin, bunların kəsişmə nöqtəsini tapmaq üçün biz onları bərabərləşdiririk. 2 modul x 14-dür deyə modul x 7-dir. Köklərin birini tapırıq, mənfi 7, birin müsbət 7. Kəsişmə nöqtəsi bura 8-dir, bura 7-dir. İndi burada SABCD dördbucaqlıdır deyə mən bunun sahəsini 2-də 1 AC vur BD yaza bilər. Baxın, AC vur BD yaza bilər. Diqqət eləyin. AC mənfi 7-dən 7-yə qədər. Yəni, bu məsafə ilə eynidir, 14-dür. BD isə 8 mənfi 6 ilə eynidir, 14-dür. Diagonallar bərabərdir və perpendikulyardır. Deməli, buradakı ABCD kvadrat imiş. Sonradan məlum olur o. 196 bölü 2, cavab 98 elədir. Mən burada nəyisə səhv etmiş ola bilərəm. Burada 8 düşməyib uşaqlar. Doğru cavab Y variantındadır. 12-ci sualda perimetri 12 olan kör bucaqdan çəkilmiş hündürlükləri kök 3 və 2 kök 3 olan paraleloqramın bucağını tap.
Tərəflərə AB yazanda perimetr 12-dirsə A üstəgəl B 6-dır. Kiçik hündürlük kök 3, böyük hündürlük 2 kök 3'dür. Şagirdlər, biz B vurulsun kök 3'ü, A vurulsun 2 kök 3'e bərabər etsək. Buradan B bərabər 2A alırıq. A üstəgəl 2A 6 elədiyi üçün A'ya düşür 2. İndi mən A'ya 2 yazdım, burada kök 3. Bitişik kateti buradan neçə tapacağım? 1. Deməli, bucaq 30 dərəcə, bu bucaq isə 60 dərəcədir. 13-cü sualda modulda, daha doğrusu heyət verib, modul deyil. X kiçik deyil, 2A kvadrat çıx 3A üstəgəl 16. X böyük deyil, A kvadrat üstəgəl 4A üstəgəl 6. Biz heyət həll etdikdə, bərabərsizlikdə baxın, bu ifadəni biz burada qeyd eləsək, buradan kiçik deyil yazacaq. X böyük deyil, A kvadrat üstəgəl 4A. Biz əgər burada qeyd eləsək bu nöqtəni, o zaman bundan kiçik olmamalı. Həllinin birləşmə burada mənfi müsbət sonsuzluq olmalıdır. Diqqət eləyin, əgər burada yazılmış ədəd tutaq ki M, burada yazılmış ədəddən solda yerləşir. Deməli, nə etməliyik biz? Yazmalıyıq ki 2A kvadrat çıx 3A üstəgəl 16 böyük deyil, A kvadrat üstəgəl 4A üstəgəl 16'dan. Buradan alıram mən. A kvadrat çıx 7A üstəgəl 10 sıfırdan böyük deyil. A çıx 2, A çıx 5 sıfırdan böyük deyil. 2, 5'i qeyd elədik. Müsbət, mənfi, müsbət. Nə almış oluruq? Cavab 2, 5 parçasındadır. 2, 3, 4, 5. Cavab 14 edəcək. Yazılıbdır A7 mənfi 3, 1. XY müstəvisinə nəzərən simmetrikdirsə, artıq XY qalacaq yerində Z aplikatı əksinə dəyişəcək. 7 mənfi 3 mənfi 1. D variantı. 15-ci sualda rombun iti bucağı kör bucağından 5 dəfə böyükdürsə, alfa və 5 alfa yazsaq, cəm 180 olacaq. Deməli, alfa 30 dərəcədir. Hündürlüyü 6'dır. 30 dərəcənin qarşısındakı katet 6'dırsa, hipotenuz 12'dir. Deməli, tərəfi tapdıq ki, 12'dir, perimetr 48'dir. 16-cı sualda düzbucaqlı üçbucağın katetləri A və B'dir. Hipotenuz üzərində proyeksiya. Mən hipotenuza hündürlük çəkməliyəm HC. Proyeksiyalar 16 və 36'dır. Evklit düsturuna görə H kvadrat M'in düsturu doğrudur. Deməli, H 4 vur 6, 24 edəcəkdir. 17-ci sualda loqaritmanın xassəsinə əsasən burada 24 cavab A'daydı. 4 əsasdan 5'də 22 üstəgəl 1 bölünsünü tərsinə çevirsəm 4 əsasdan 15 edir. Bu bizə verir loqaritmada 22 böl 5 vur 15. İxtisar gedir, loqaritma 4 əsasdan 66 alınır. Bu ifadə loqaritma 4 əsasdan 64'dən böyükdür. Yəni 3'dən böyükdür, 4'dən isə kiçikdir. Deməli, 3 və 4 arasında yerləşir. Ədədin tam hissəsi isə 3'dür. 18-ci suala baxaq. Tərəfi 10 olan bərabər tərəf üçbucağın hündürlük ətrafında fırlanmasından alınan fiqurun tam səthinin sahəsini tapmaq istəyirik. Şagirdlər, biz burada bərabər tərəf üçbucağın, bu sual 2022-ci ildə buraxılış imtahanında da istifadə olunur. Tərəf 10'dur. Sadəcə orada tərəf ətrafında fırlanır. İndi burada hündürlük ətrafında fırlanır deyə mən bu hündürlüyü çəkirəm və bu üçbucaq sanki bu hündürlük ətrafında fırlanır. Baxın, bu şəkildə biz bunu fırladırıq. Bunu bu şəkildə fırladanda biz artıq konus yaratmış olduq. Konusun oturacağının radiusu 5'dir. Hündürlük isə bura 5, doğuran 10'dur. Daşı tapacağıq 5 kök 3.
Fiqurun tam səthinin sahəsi buradan S tam bərabər olacaq. Pi vur, R üstə gəl, R. Bu da pi vurulsun, 5 vurulsun, 5 üstə gəl 10'dur. Cavab 75 pi oldu. Həcmi istəsə H istifadə eləyərdik. 19-cu sualda çarpaz vursaq əgər 4 kosinus x üstə gəl sinus x bərabərdir mənfi 3 sinus x çıx kosinus x. Buradan alacağıq. Burada 2'ni yazmadım. 5 kosinus x mənfi 5 sinus x. Biz buradan hər tərəfi tutalım kosinus x'e bölsək 5 kosinus x alacağıq. 5'lər ixtisar getdi zaten. Sinus böl kosinus bərabər mənfi 1. Bu bizə verir tangens x mənfi 1. Deməli x olur arc tangens mənfi 1 üstə gəl pi k. Bu da mənfi pi böl 4 üstə gəl pi k deməkdir. 20-ci sualda tənliyin kökləri qarşılıqlı tərs ədədlərdirsə, köklər hasili 1 etməlidir. Burada A 1'dir, B mənfi 7'dir, C isə 2A üstə gəl 5'dir. 1'ə bərabər etdikdə 2A mənfi 4, A-nı mənfi 2 tapırıq. Cavab A variantı. 21-ci sualda şagirdlər 5 böl 9 kök 5 böl 3'ün kvadratıdır. Burada da x kvadrat çıx 5x çıx 4 bərabərdir kök 5 böl 3 yazır. Deməli 2 vur x kvadrat çıx 10x çıx 8 1'dir. Yenə Viet teoremini istifadə edəcəyik. Köklər hasili ardıcıl 2 sual Viet teoreminə aiddir. Mənfi 4/5'dir. 22-ci sualda iki nöqtə arasındakı məsafə düsturunu bilsəniz, məsələ həll olur. 7 çıx 1 kvadrat, 2 çıx 4 kvadrat. 36 üstə gəl 4 kök 40, oradan da cavab 4 vur 10, yəni 2 kök 10. 23-cü sualda kombinzon bərabərdirlərsə əgər, kombinzon n-dən k, kombinzon n-dən m-ə bərabərdirsə, bu k m-ə bərabər olduqda, ya da k üstə gəl m, n olduqda. İki variantda bərabərlik doğrudur. İndi burada x çıx 15, y üstə gəl 4'ə bərabər deyil. Birinci hal ödənmir. Deməli, bunların cəmi 15, 8 etməlidir. Kombinzon burada 8'dir. X üstə gəl y çıx 11 bərabərdir. 8 yazmalıydım. Səliqəli olsun. Deməli, x üstə gəl y 19 tapırıq. 24-cü suala baxaq. Şagirdlər, 24-cü sual üçün kosinus kvadratın əvəzinə dərəcə azaltma düsturunu yazırıq. 1 üstə gəl kosinus 2 alfa böl 2. Sinus kvadratın əvəzinə 1 çıx kosinus 2 alfa böl 2'ni yazıram. Sinus alfa kosinus alfa isə 2'də 1 sinus 2 alfa. Bərabər. 1 üstə gəl kosinus 2 alfa çıx 3 üstə gəl kosinus 2 alfa üstə gəl 4 sinus 2 alfa. Bərabər buradan aldıq biz. Mən burada şagirdlər, baxın, yenə də diqqətsizlik elədim. Bura 3 eləməlidir. 2 ilə 6 ixtisar etdi. Nə yazırım indi? 4 kosinus 2 alfa üstə gəl 3 sinus 2 alfa çıx 2. Normalda biz bilməliyik ki, A sinus x topla çıx B kosinus x-dirsə, əgər y. Burada y-in ən böyük qiyməti köməkçi bucaq daxil etməklə ispat eləyəmişik bunu biz. Ən böyük qiyməti A kvadrat üstə gəl B kvadrat, ən kiçik isə onun mənfisidir kök altda. İndi burada əmsallar 4 və 3 olduğu üçün kök altda 16 üstə gəl 9, 5 edir. Deməli, biz alırıq mənfi 5, 5. 2 də çıxasıdır deyə ümumi ifadə olacaq mənfi 7, 3 parçasında. Ən böyük qiyməti 3'dür. 25-ci suala baxaq. Deyilir ki, 25'də eyni məhsuldarlıqla işləyən 30 traktor sahəni 13 günə şumlayır. Traktorların sayını 30% artırsan, 30'un 30%i neçə edir?
9. Deməli 39 traktor neçə günə şumlayacaq? Bunlar öz arasında tərs mütənasib olduğu üçün paralel vurulur. 30 vur 13, x-i tapırıq ki 10. 26-cı sualda müstəvi verilib. Müstəvini kəsən parçanın ucları müstəvidən 1 və 3 sm məsafədədir. Orta nöqtənin müstəvidən məsafəsini tapmamızdır. Biz bunun üçün düstur da yazmışıq şagirdlər. Birbaşa düsturu yazsaq əgər fərqin yarısı 1 idi. Amma düsturu unutmuşuq. Düzdür, siz unutmarsınız. Mən inanıram ki, siz düsturları xatırlayarsınız həmişə. Burada paralel köçürsək 1. Əgər buradan da bura olsa 1 olacaq. Bu ümumi 4 elədiyi üçün artıq x üstə gəl 1, 4 parçasının ortasıdır, orta xəttidir. Ona görə x-i tapırıq ki 4 bölü 2, x 1'dir. Uyğunluğa baxaq. İlk sualda alfanın daxilindən bir paralel keçirsək, əyri oldu, qoy düz çəkək. Paralel keçirsək. Bura 40 dərəcə, 110'un da qonşusu burada 70 dərəcə. Alfa olacaq 110 dərəcə. İkincidə bu təpə nöqtəsindən paralel keçirsəm, 150-dirsə bir tərəfli bucağı 30, 100-dürsə 80 olacaq. Alfa 180 çıx 110, 70 dərəcədir. Üçüncüdə isə alfa bucağın təpə nöqtəsindən çəksək, çarpaz bucaq 53, çarpaz bucaq 37, alfa 90 dərəcə olacaq. Deməli, nə aldıq? 1'ə D uyğundur, 2'də 70 dərəcə A uyğundur, 3'də B uyğundur. C variantı kör bucaq 1'ə aid. Y heç birinə aid olmur. Ümid edirəm, biz səhv hesablamaq. Gəldik situasiyaya tapşırığın. Xarici səthin sahəsi 216 desimetr kvadrat olan kub şəkilli soba. Deməli, bunun şagirdlər həcmi, üzr istəyirəm, səthinin sahəsi, həcmi yox. 6A kvadrat 216'dır deyə A'ya düşür 6 desimetr. Yəni, bu sobanın eni uzunu 6 desimetr 60 santimetrdir. İndi mən bura 60 santimetr deyəndə, bu B yazıb bura A yazsam, şagirdlər, baxaq. B-ni tapmaq üçün mən 5-5 çıxacağım. B-ni tapmaq üçün 60'dan 2 dənə 5 çıxacağım, 50 santimetr. A-nı tapmaq üçün yenə 5-5 burada var deyə 60'dan 2 dənə 5'i çıxacağım, 50 santimetr və ya 5 desimetr. İndi sobanın sahəsinin burada desimetr kvadrat və ya santimetr kvadrat olduğunu qapağın istəmir. Mən bunu 2500 santimetr kvadrat da yaza bilərəm. 25 desimetr kvadrat da yaza bilərəm. 29-cu sualda isə deyir ki, sobanın burğusu saat əqrəbinin hərəkət istiqamətində fırlanır. 0-60 dərəcə üzrə gətirdikdə getdiyi qövsün uzunluğunu tapmamızı istəyir. Burada bizə bu qapağın çevrə radiusun veribdir. Bunun radiusu 2'dir. 60'a gələnə qədər getdiyi qövsün dərəcəsini istəyir. Deməli, bura düşəcək 120. Düz dedim mi? Baxaq görək. 150, 180. 6 bərabər hissəyə bölüb də, belə deyək. 30-30, onda hərəsinə 60 dərəcə düşür. Deməli, buradan biz qövsün uzunluq düsturunu pi vur, radius vur, alfa böl, 180 yaza bilərik. 60'a ixtisar eləsək, 3'də 4, pi-ni də 3 verib deyə 4 desimetr, üzr istəyirəm, santimetrlə veribdir. Santimetr tapırıq. İndi şagirdlər fikir verin. Deməli, 5 dənə sadə, sonra 3 dənə kişmişli, 2 dənə də kəsmikli bulku bişirilib.
Bulkulardan ikisi təsadüfən seçilirsə, mümkün hal sayı kombinezon ondan 2-dir. Bu bizə verir 45. Müxtəlif çeşidli olmasını istəyir. Hə, baxın. Mən bu sualın həlli üçün iki variant yaza bilərəm. Müxtəlif çeşidli olması üçün. Məsələn, əksini düşünsək, əksi necə tapılır? 5-dən ikisi, 3-dən ikisi ya da 2 kəsmiklidən ikisi. 10 üstəgəl 3 üstəgəl 1, 14-dür. O zaman əsas hadisə üçün əlverişli hallar sayı 45 çıx 14, 31 olacaq. Ehtimal 31 böl 45-dir. Bu sualı belə də yazmaq olardı şagirdlər. Baxın, əlverişli hallar sayı. 5-dən biri, 3-dən biri və ya 5-dən sadə ikisi kəsmişli və ya 3-ü kişmişli, ikisi kəsmikli. 15, 16. Bunu da toplasaq 31 edir. Şagirdlər, həmin illərdə 22-ci ildə, 23-cü ildə isbat yox idi. Mən sadəcə hər sınavın axırında bir dənə isbat sualı qoymuşam ki, biz bunları isbat eləyək. Baxaq 30-cu isbat məsələsinə. Burada şagirdlər düzbucaqlı, üçbucaq deyibsə, mən kosinus alfanı B böl C yaza bilərəm. Siz kosinus alfa böl 2-nin 1 üstəgəl kosinus alfa böl 2 olduğunu bilsəniz, 1 üstəgəl B böl C böl 2 yazacağım. Ortaq məxrəci gətirəndə C üstəgəl B böl 2C alınır. İndi burada biraz uzun olar. Mən düşünürəm, bəlkə də alınmayacaq, amma bir variant da deyim, siz də yoxlayarsınız. Mən buradan bir tənbölən çəksəm. Baxın. Alfa böl 2, alfa böl 2. Bura düşəcək B vur K. Bura düşəcək C vur K. Hipotenuz burada, bax bu hipotenuz nəyə bərabər olur? Fikir verin, K vurulsun B üstəgəl C A-ya bərabərdir. Deməli, buradan biz K-nı nə tapırıq? A böl B üstəgəl C. İndi bu düzbucaqlı üçbucaqda bu hipotenuz kök altda B kvadrat üstəgəl B kvadrat vur K kvadrat olacaqmı? Mən orada kosinus alfa böl 2-ni yazsam. Görün burada. Kosinus alfa böl 2. Bilmirəm, o bizə həmin cavabı verir, verməz. Bitki katet B-nin hipotenuz burada B vurulsun 1 üstəgəl K kvadrat kök altdadır. Buradan alacağım mən kök altda, bir də kök altda 1 üstəgəl K kvadrat böl 1. İndi mən K-nı necə taparım uşaqlar? Baxın, K-nın A böl B üstəgəl C olduğunu bilirəm. 1 üstəgəl K kvadrat, 1 üstəgəl A kvadrat böl B kvadrat üstəgəl C kvadrat. Ortaq məxrəcə gətirəndə burada nə alınır? B kvadrat üstəgəl A kvadrat üstəgəl C kvadrat. Bu bizə nə verir? Şagirdlər, C kvadrat. Nə almış oluruq onda? Deməli, burada kök altında bu ifadə bizdə nə alındı? 2C kvadrat böl kök altda B kvadrat üstəgəl C kvadrat. O da tərsinə çevriləndə bizə həmin düsturu verir. Baxın. Deməli, burada məxrəzdədir deyə bu yuxarı qalxacaq. B kvadrat üstəgəl C kvadrat böl 2C kvadratdır. Oradan da kökdən biz burada 2C yazırıq. Yoxsa yox. Fikir versək, gəlib ora çıxa bilmədik. Bu kök altındaydı. Olsun şagirdlər. Kosinus alfa ilə zaten ispat eləmişik. Belə. Növbəti imtahanlarda görüşərik. Sağ olun, özünüzdən müğayət olun. Allahın amanında.